Bugün Dünya Baxışda izləyəcəksiniz. Türkiyə keçmiş vitse-prezidenti İraqa təhvil vermədi. Suriyadan 250 min insan qaçıb. 11 sentyabr hadisələrindən 11 il keçir. Dünyaya Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Vaşinqton. Türkiyə rəsmi Bağdad tərəfindən ölüm cəzasına məhkum olunmuş vitse-prezident Tariq Əl-Haşimini İraqa təhvil verməkdən imtina edib. Ve bizden talep böyle bir şey söz konusu olduğunda da çok açık net söylüyorum. Biz Sayın Haşimi'yi burada kalmayı arzu ettiği sürece biz ülkemizde tutarız. Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib ki, Tariq Əl-Haşimi istənilən müddət Türkiyədə qala bilər və rəsmi Ankara onu İraqa ölmə göndərməyəcək. Sünni olan Haşimi, İraq məhkəməsində onun haqqında çıxarılan ölüm hökmünü Şiə başı nazir Nuri Əl-Məliki tərəfindən siyasi qisas adlandıraraq qınayıb. Haşimi İraqın baş nazirini məhkəməyə təsir göstərməkdə ittiham edib. Suriyadakı evlərindən didərgin düşən qaçqınların sayının 250 mini keçdiyini bildirən BMT bunu ölkədəki ən ağır böhran adlandırıb. I'm grateful to Jordan and all the border countries. BMT Qaçqınlar Agentliyi bildirib ki, 85 min Suriyalı Yordaniyada, 78.500-ü Türkiyədə, 67.000 Livanda, 22.500 isə İraqda qeydiyyatdan keçib. Qaçqınlar Agentliyinin xüsusi elçisi aktrisa Angelina Jolie, BMT Qaçqınlar İdarəsinin rəhbəri Antonio Guterres və İordaniyanın Xarici İşlər naziri Nasir Cüdə ilə birlikdə İordaniyanın Zaatari qaçqın düşərgəsini ziyarət edib. Suriyadakı vəziyyəti dəhşətli situasiya adlandıran Angelina Jolie, ölkə üçün çox ağır vaxt olduğunu bildirib. Dünyaya Baxış web xəbər bülletenini izləyirsiniz. Yəmən rəsmilərinin sözlərinə görə, ölkənin müdafiə nazirini hədəf alan bomba partlayışında təxminən 10 nəfər həlak olub. Hökumət mənbələri bildirib ki, nazir Məhəmməd Nasiri Əhməd bugün paytaxt Sana şəhərindəki hökumət qərargahı yaxınlığında baş vermiş hadisədə xəsarət almayıb. Ölənlər arasında nazirin təxminən 5 can güdən olub. Hadisəyə görə məsuliyyəti heç kəs öz üzərinə götürməyib. Hücum rəsmlərin Əl-Qaidanın Yəmən şəbəkəsində ikinci mühüm liderinin ordu əməliyyatı nəticəsində öldürüldüyü xəbərindən bir gün sonraya təsadüf edir. Əl-Qaida lideri Ayman Əl-Zavahiri terrorçu qrupun ikinci ən yüksək rütbəli komandirinin öldürüldüyü barədə xəbəri təsdiq edib. İnternetə yerləşdirilmiş videoda danışan Əl-Zavahiri, Əbu Yahya Əl-Libini tərifləyərək onun iyun ayında Pakistanın qəbilələrin yaşadığı Şimali Vəziristan bölgəsində ABŞ-ın pilotsuz təyyarəsi tərəfindən vurularaq öldürüldüyünü deyib. ABŞ rəsmiləri Libinin öldürüldüyünü təsdiq etmiş və bunu Əl-Qaidaya böyük zərbə adlandırmışlar. Əslən Liviyadan olan Əl-Libinin ölümündən əvvəl Pakistanda qəbilələrin yaşadığı bölgədə terrorçu qruplarla birgə hücumlar həyata keçirmək yolunda iş apardığı deyilir. ABŞ prezidenti Barack Obama və onun həyat yoldaşı Michelle Obama bugün Ağ Ev önündə New York və Vaşinqton şəhərlərində baş vermiş 11 sentyabr hadisələrini bir anlıq sükutla anacaq. Obama ailəsi 2001-ci ildə baş vermiş hadisə ilə bugün eyni vaxtda, yerli vaxtla 8:45-də ilk iki təyyarənin New York şəhərində Dünya Ticarət Mərkəzinə çırpılması video yazısını izləyəcək. Bundan sonra onlar 3-cü təyyarənin çırpıldığı Pentagonda buna bənzər anım mərasimi keçirəcək. Ötən illərdə olduğu kimi Dünya Ticarət Mərkəzində həlak olan insanların ailə üzvləri ilk hadisənin baş verdiyi Ground Zero'da hadisə qurbanlarının adlarını çəkəcəklər. Lakin əvvəlki müşahidələrdən fərqli olaraq dövlət rəsmilərindən heç kim Ground Zero mərasimində iştirak etməyəcək. Vitse-prezident Joe Biden 4-cü təyyarənin düşdüyü Pensilvaniya ştatının Shansville şəhərində keçirilən mərasimdə iştirak edəcək. Təyyarədəki sərnişinlər Vaşinqton şəhərində başqa mövqeni hədəf almağa çalışan terrorçu pilot ilə mübarizə nəticəsində 4-cü təyyarəni Pensilvaniya ştatının Shanksville şəhərinə yönəldə bilmişdilər. Bugün Dünyaya Baxışda isə çatdıracaqlarımız bu qədər. Vaşinqtondan, Amerikanın Səsinin televiziya studiyasından mən Emil Quliyev sizinlə xudafisləşirəm. Siz Amerikanın Səsini həmişə olduğu kimi 3w.amerikanansesi.org-da izləməyə davam edin. Sabah eyni ünvanda görüşənədək.